Təqdim edeyim. Bugünkü webinarımızın mövzusu təhsildə müəllim, şagird, valideyn əməkdaşlığıdır və webinarımızın təlimçisi isə Əmrah bəy Həsənlidir. Təhsil işçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil məsələləri üzrə ekspertdir. Əmrah bəy, buyurun. Həm özünüz haqqınızda qısa bir özət keçərsiniz, həm də mövzuya başlayarıq inşallah. Axşamınız xeyir olsun, dəyərli dostlar, həmkarlar, gənclər. Hər birinizi xoş gördük. Artıq indi gec də olsa keçmiş bayramlarınız mübarək deyərdim. Keçən səfər mən biraz səhhətimlə bağlı yaranan problemlərə görə təlimə qoşula bilmədim. Bundan dolayı da üzürlü hesab edəsiniz məni. Deyirəm, nə yaxşı ki, bu artıq 10 günlük, 11 günlük tətil qurtarır. Bu tətil təmiz bizdə tənbəllik yaratmışdı da, həm nə yuxu rejimimizdə, nə qida rasionumuzda hər tərəfli. Amma artıq 2 gündən sonra, sabah yox, 1 gündən iş başlayır. Hər birinizə, həm gənclər, indi burada universitet tələbələri də var yəqin ki, təhsilinizdə, müəllimlərimizə yeni artıq bayramdan sonraki iş prosesində hər birinizə uğurlar arzu edirəm. Bugün biz danışırıq təhsildə müəllim, valideyn və şagird əməkdaşlığından, bu üç bucaqdan danışırıq. Bəli, riyaziyyatdan biz bilirik ki, üç bucaqda tərəflərdən biri qısadırsa və ya qırılırsa, fiqur istənilən halda öz formasını itirir, sabitliyini itirir. Biz çox vaxt enerjimizi də şagirdin tərəfini düzəltməyə sərf edirik. Bu yəqin ki, müəllimlər də, valideynlər də haqq verəcəklər. Ona görə də daha çox biz bu tərəfi daha çox inkişafını düşünürük deyə, həm də bir növ onu daha çox məcbur da edirik. Amma unuduruq ki, müəllim və valideyn arasında o alt xətt var. Möhkəm deyilsə, şagird üzərində qurulan bütün bina uçuruma məhkumdur istənilən halda. Biz bugünkü gündə həm müəllim olaraq, həm valideyn olaraq, həm şagird olaraq təhsili yalnız bir proses kimi qəbul edirik. Hər üç tərəf də bu təhsil sistemini bir proses kimi qəbul edir. Bir çoxumuz düşünürük ki, təhsil yalnız sinifdən ibarətdir, lövhədən ibarətdir, kitabdan ibarətdir, müəllimdən ibarətdir. Amma reallıqda təhsil sistemi çox geniş bir sahədir, geniş bir məfhumdur. Mən həmişə tədbirlərdə, təlimlərdə bu cümləmlə başlayıram ki, təhsil sistemi sabit sahə deyil, dəyişkən sahədir. Hər dəqiqə, hər saniyə təhsildə yeniliklər olur, dəyişikliklər olur və təhsil sisteminin hər bir iştirakçısı olan müəllim də, valideyn də, şagird də, tələbə də bu dəyişimin bir parçası olmağa həm məhkumdurlar, həm də bu dəyişimi qəbul etməyə məhkumdurlar. Təhsil sadəcə məktəbdə baş verən bir proses deyil. Təhsil evdə başlayır, məktəbdə formalaşır və bizim gözəl cəmiyyətimizə çıxır. Burada təbii ki, istənilən halda tərbiyə də önəmli faktorlardandır. Bunu da biz təlimin növbəti dəqiqələrində tərbiyə mövzusuna da toxunacağıq. Çünki mən bütün demək olar ki, təlimlərimdə əsas mövzu olan tərbiyə mövzusuna toxunuram. Mən istəyərdim ki, sizə bir sualla başlayım. Bir anlıq düşünün ki, bir şagirdin uğurunda əsas rol kimə məxsusdur? Müəllimə, yoxsa valideynə? Bəlkə elə şagirdin özünə? Çox vaxt, bəli, müxtəlif mən cavablar alıram. İstəyərdim ki, bu günün təliminin iştirakçılarından da kimlər istəyirsə, yəqin ki, burada səs açmağa icazə var, düzdürmü? Kimlər istəyirsə, buyursun, səsi açsın. Görüntü açsa daha gözəl olar. Cavablasın bu sualımızı. Hər kəs öz fikrini bildirə bilər. Sərbəstdir. Mən səsi icazənizlə bağlayayım. Buyurun, siz danışın. Yəni mənim fikrimcə şagirdin özünə məxsusdur uğur qazanmaq, çünki əziyyəti çəkən şagird olur. İkinci yerdə
isə valideyn və müəllimin zəhmətidir. Amma birinci yerdə şagird daha çox əziyyət çəkir. Yəni mənim fikrim budur. Aha. Növbəti, burada yəni 60-dan çox şəxs var. Məncə kimlər istəyirsə rahat şəkildə səs açıb cavab verə bilərlər. Yəqin ki, burada müəllimlərimizdən də var. Buyurun. Yəni danışmaq sərbəstdir. Suala sadəcə cavab verin. Şagirdin Salam. uğrunda əsas rol kimə məxsusdur? Müəllimə yoxsa valideynə? Bəlkə şagirdin özünə. Salam, salam. Salam. Axşamınız xeyir. Olar. Axşamınız. Buyurun, buyurun. Axşamınız xeyir olsun Əmrah bəy. Çox sağ olun. Üzrlü sayın. Məndə biraz səhhətimdə problem var deyə bəlkə də ola bilsin səsim gəlir. Bəli, gəlir. Çox maraqlı mövzudur və çox gözəl sualdır bu sual. Axşamınız xeyir olsun. Hər birinizi salamlayıram. Çox sağ olun. Möhtəşəm təlim üçün, belə gözəl mövzular üçün Aydan xanım sizə təşəkkür edirəm Əmrah bəy. Sizə təşəkkür edirəm. Sualınızın cavabına belə sualınıza belə cavab vermək istəyirəm ki, mən səsim gəlirmi? Bəli. Məncə düşünürəm ki, burada belə uğur hər üçü aiddir. Həm müəllim, həm valideyn, həm şagird. Yəni əgər biz şagird üst bucağından danışırıqsa, əgər biz burada üst bucaqdan danışırıqsa, təbii ki, bu sualın cavabı elə məncə hər üçünə aiddir. Çünki biraz üzrlü sayın münasib yerdə deyirəm. Yəni səsim gəlirsə, istəyirəm qısa, çox danışmaq istəmirəm. Səhhətimdə biraz problem var. Buyurun, buyurun. Fərnə xanım, buyurun. Eşidirəm sizi mən. Buyurun, fikrinizi tamamlayın. Mənə elə gəlir ki, burada hər üçünün əməyi vacibdir, uğuru vacibdir. Yəni hər üçünün iştirak edir burada. Həm tək şagird ola bilmir məncə. Yəni hərənin öz fikri var. Mənə elə gəlir ki, tək şagird ola bilmir. Çünki əgər şagird çalışırsa, bəzən elə olur ki, çalışqan şagird olur, gedir hansısa bir qiymətləndirmədən aşağı qiymət alanda sonra ruhdan düşür. Yəni mən gördüklərimdən əsasən deyirəm ki, yəni burada həm müəllimin, həm valideynin, həm şagirdin hər üçünə aiddir bu uğur. Yəni mütləq hər üçünə aiddir. Yəni üçündən biri əgər normal deyilsə, yəni uyğun deyilsə, uğura uyğun deyilsə, burada uğurdan söhbət gedə bilməz. Çünki Əmrah müəllim, siz də mövzunu o qədər gözəl seçmisiniz ki, burada tək yalnız nə şagird, nə müəllim, nə valideyn ola bilməz. Əgər valideyn şagird üstünə durursa, şagird oxumursa, burada yenə bir tərəf olmur. Əgər şagird tək uğura can atırsa, müəllim qiymətləndirməni düzgün apara bilmirsə, burada yenə uğurdan söhbət gedə bilməz. Nəticədə şagird ruhdan düşür. Gələn dəfə istəmir ki, getsin uğura doğru, çox ruhdan düşür. Deyir ki, mən yəni getməyəcəm, istəmirəm. Yəni elə olur ki, sınaq imtahanlarına belə şagird getmək istəmir. İndi ola bilər hərənin öz fikri var. Biri deyir ki, məsələn, bir müəllimin biri düşünə bilər ki, yalnız şagirddir. Elə adamlar düşünə bilər ki, yalnız müəllim ola bilər. Amma mənə elə gəlir ki, Əmrah müəllim, burada elə hər üçünün rolu vacibdir və uğurlar vacibdir, bəli. Aydındır. Çox sağ olun, minnətdaram fikriniz üçün. Ayrı kimsə fikri var? Buyurun. Aydan Zahidli əl qaldırıb burada deyəsən. Aha. Salam, axşamınız xeyir. Hər birinizi salamlayıram. Təlimə yeni qoşuldum. Ona görə biraz sualdan gec xəbərdar oldum. Mən özüm ibtidai sinif müəllimiyəm. İndi bilmirəm, sual ibtidai sinif şagirdləri üçündür verilir. Ümumən müəllimə, ümumən. Aha, onda şahid oldum. Mən bir mənalı, indi hər kəsin öz fikri var, hörmətlə yanaşıram, amma bir mənalı deyərdim ki, ən böyük uğur, ən böyük yük burada valideynin üzərinə düşür. Çünki hər bir şagirdin arxasında onu öyrədən güclü bir valideyni var. Biz tarixə də nəzər salsaq, görərik ki, böyük şəxsiyyətlərin əksəriyyəti müəllimi yox, valideyni olub, anası, atası. Yəni, ən böyük dəstək onlardan olub. Mən özümdən də götürürəm, mən şəxsən bugünkü müəlliməmsə, valideynlərimə minnətdaram. Yəni, ən böyük, yəni onların dəstəyi.
Bəlkə oxumayan bir şagird olmuşam, valideynlərimin dəstəyi, motivasiyası ilə gəlib bu yerə çatmışam və hal-hazırda müəlliməm və şagirdlərimdə də görürəm ki, hansı şagirdin valideyni daha çox övladının üzərində durursa, daha çox övladına qarşı məsuliyyətli yanaşırsa, daha çox öyrətməyə, müəllimlər axtarışına çıxırsa, o şagird həqiqətən uğur qazanır. Nə qədər burada müəllim, məsələn, mən savadlı müəllim ola bilərəm, amma mənim valideynim övladını o vaxtı ayıra bilmirsə, mənim nəticəm sıfıra bərabərdir. Və yaxud da şagird. Şagird savadlıdır, amma valideyni ona dəstək olmursa, burada müəllimin də əməyi boşa gedir, şagirdin də. Yəni məncə ən böyük uğur valideynindir. Təşəkkür edirəm. Təşəkkürlər, minnətdaram. Ayrı kimsə fikir varmı? Salam, axşamınız xeyir olsun. Mən də Vaxtınız. həmkarımın fikrinə qoşuluram. Yəni belə deyim də, humanist bir valideyn həm yəni söhbət həqiqi uğurdan gedirsə, humanist bir valideyn həm şagirdin uğurudur, həm də müəllimin uğurudur. Yəni mənim fikrimə görə burada daha çox yük valideynin üzərinə düşür. Çox sağ olun Bravo. dinlədiyinizə görə. Təşəkkürlər fikriniz üçün. Ayrı kimsə varmı cavabı? Okey. Burada yəqin ki, mesaj bölməsində də yazanlar oldu. Oxudum hər birini. Sual nə idi? Şagirdin uğrunda əsas rol kimə məxsusdur? Müəlliməmi, valideynəmi, yoxsa elə şagirdin özünəmi? Elə sualı verəndə dediyim kimi, çox vaxt bu sual müxtəlif cavablar doğurur, müxtəlif müzakirələrə də səbəb olur. Amma ən doğru cavab odur ki, bu bir faiz bölgüsü deyil, bu bir əməkdaşlıq məsələsidir. Əgər üç tərəf eyni istiqamətdə hərəkət edirsə, istənilən halda nəticə uğurlu olur. Əgər üç tərəf dediyimizdən müəllim, valideyn və şagird, üç tərəfdən bir tərəf belə geri qalırsa və yaxud yolun əks istiqamətində hərəkət edirsə, o zaman ən yaxşı müəllim belə istədiyi nəticəni o şagirddən ala bilmir. Bugünkü təhsil sistemində ən böyük problemlərindən biri də məhz əməkdaşlığın zəif olmasıdır. Müəllim deyir ki, valideyn maraqlanmır. Valideyn deyir ki, müəllim diqqət eləmir. Şagird də istənilən halda sakit durur. Bu ki, belə deyək də, mübahisəli tərəfin arasında qalır və çox zaman şagird özünü ifadə edə bilmir. Bu vəziyyət isə istənilən halda şagirdin nəticələrində akademik geriləməyə səbəb olur. Yəqin ki, burada başa düşdünüz mən nə demək istədim. Həmişə nələr olur? İntriqalar olur. Valideyn müəllim arxasında danışır, müəllim valideyni danışır. Yəni bir ziddiyyət yaranır. Bu ziddiyyət yarananda istənilən halda ziddiyyət həmişə, baxın, nəyə görə deyirlər ki, mübahisə həmişə işi dayandırır, mübahisə gətirir münaqişəyə çevirir, münaqişə daha da bu işləri dərinləşdirir. Kimsə mübahisə edəndə, münaqişə edəndə hər hansısa bir nəticəyə gətirib çıxara bilmir. Ən gözəl yol hardan keçir? Ortaq danışıqdan, ortaq işlərdən, əməkdaşlıqdan keçir. Baxın, burada da valideyn də, müəllim də bir-birindən əməkdaşlıq etmədiyinə görə bugünkü təhsil sisteminin əksər hissəsində. Ona görə belə bir problemlər gəlib mənzərə kimi ortaya çıxır. Əslində bu üç tərəfdə yenə deyirəm, bir-birindən birlikdə işləməlidirlər. Vəhdət halında işləməlidirlər. Müəllim yalnız dərs keçən şəxs deyil. Müəllim eyni zamanda istiqamət verən liderdir. Psixoloji dəstək verən şəxsdir. Bəzən bizim müəllimlərimiz valideynin rolunu belə üzərinə götürən şəxslərdir. Mən müəllimlərlə bağlı danışanda bir təlimimiz var idi, bizim müəllim nüfuzu və etimadın formalaşdırılması. Bunda biz danışanda biz hər tərəfli müəllimlərin rolundan bugünkü gündə müəllimlər nə öhdəlikləri üzərinə götürürlər. Bunun hamısına biz üstündən gəlib keçmişdik, danışmışdıq. Bəzən yenə dediyim kimi müəllim valideynin rolunu öz üzərinə götürür. Valideyn də yalnız nəzarətçi deyil əzizəm. O uşağın inkişafında müəllimin ən yaxın tərəfdaşı olmalıdır. Şagird də pasiv iştirakçı deyil. O prosesin mərkəzində, tam ortada, sentrdə, mərkəzdə duran fiqurdur, şəxsdir. Çox vacib bir məqam var ki, mən bunu xüsusi vurğulamaq istəyirəm ki, şagird haqqında qərarlar çox vaxt onun iştirakı olmadan verilir
Halbuki ən düzgün yanaşma odur ki, şagird haqqında qərarlar elə şagirdin iştirakı ilə qəbul edilsin. Çünki o prosesdə yenə də vurğuladığım kimi obyekt deyil, birbaşa subyektdir. Effektiv əməkdaşlıq üçün ilk növbədə açıq, sağlam ünsiyyət mühiti qurulmalıdır. Müəllim valideynlə yalnız problem yarananda əlaqə saxlamalı deyil. Əgər valideyn yalnız negativ məlumat alırsa, onda məktəb onun üçün istənilən halda stres mənbəyinə çevrilir. Nə deyir? Bir də görürsünüz, eşitirik də valideynlər deyirlər. Bezmişəm bu məktəbdən, bezmişəm bu müəllimdən, bezmişəm gündə bir problem, gündə bir dava, gündə bir şava. Bunların hamısının səbəbi buradan qaynaqlanır. Daimi valideyn artıq söhbət yəni normal şəkildə işini quran valideynlərdən gedir. Hə, yəni çətin tərbiyə olunan uşaqların valideynlərindən getmir ki, o valideynlər təbii ki, davamlı şəkildə neqativ məlumatlar əldə edəcəklər müəllim tərəfindən, məktəb tərəfindən. Eyni zamanda da valideyn mənimlə əlaqə qurarkən yalnız şikayət dilində, ittiham dilindən danışmalı deyil. Baxın, mən bayaq dedim. Valideyn bir də görürsüz deyir, bezmişəm məktəbdən, bezmişəm sinif rəhbərindən, bunu belə eləyəcəm, bunların başına belə oynatacağam. Bu ittiham dilidir. Bu dildən biz sıxmalıyıq. Biz artıq, cəmaət, həmişə mən deyirəm ki, cəmaət Marsa gedir. Bir Avropanın təhsil sistemi haralardadır? Adi bir kiçik bir ölkələrin belə, cırtdan saydığımız ölkələrin təhsil sisteminə biz baxanda, Azərbaycan təhsil sisteminə, baxın, biz keçən dəfə bir müzakirədə idim. Deməli, biz Türkiyə modelini bir dəfə tətbiq etmişik. Biz tətbiq edərkən, hələ onun üstündə işləyərkən, Türkiyə 3 dəfə o modelin dəyişikliyini edib. Siz təsəvvür edirsiniz bu nə deməkdir? Artıq Türkiyə 3 dəfə bu modeli dəyişib. Biz hələ eyni modeldə qalmışıq. Biz müasirləşməyi, o avropalaşmağı dırnaq arasında başqa şeylərdə nədənsə görürük. Təhsildə, inkişafda, əməkdaşlıqda, heç nələrdə bunu görmürük. Əsas məsələ bunlardır. Bugünkü gündə mənim məktəbimdə bir şagird müəllimə silahla atəş açırsa, mən təhsil sisteminin hansı inkişafından danışım, hansı yaxşılığa doğru getməsindən danışa bilərəm? Baxın, biz deyirik, bizim vaxtımızda belə deyildi. Bizim oxuduğumuz dönəmdə müəllimə belə hörmət var idi, müəllimə elə hörmət var idi. Söhbət bugündən gedir. Bugün o hörmət yoxdur. Müəllim öz nüfuzunu itiribmi? İtirib. Müəllimin o nüfuzunu bərpa etmək olacaqmı? Çətin məsələdir. Çətin məsələdir nəyə görə? Çünki telefon artıq inkişaf edib. Bağça uşağının əlində iPhone var. Məktəbdə uşağın əlində telefon var. Uşaq dərsə adaptasiya ola bilmir. Müəllim uşağa bir söz deyə bilmir. Söhbət indi nədən gedir? Nədən gedir? Bəzi şəxslər də mənim bu fikrimi. Söhbət ona gedir. Mən demirəm ki, müəllim hər hansısa bir şagirdə bir çırtma vurmalıdır. Xeyr. Başqa məsələdir. Bu olmaz. İstənilən halda. İstəyir bir balaca çırtma olsun, istəyir o şillə olsun və yaxud da nələr. Olmaz. Fiziki zorakılıq olmaz. Qəti şəkildə. Bunu pisləyirik. Söhbət ondan gedir ki, müəllim bugünkü gündə uşağa 5 gün 5 yazanda, 3 gün aşağı qiymət yazanda, valideyn məktəbə hırr eləyib axşır. O valideyn ki, müəllim direktor otağında o valideyndən üzr istəyir. Baxın, müəllimin nüfuzu burada artıq düşdü. Biz burada artıq müəllimin nüfuzundan danışa bilməliyik. Müəllim əgər direktorun otağında valideyndən üzr istəyəcəksə, biz ondan danışa bilmərik artıq. Nə qədər də biz desək, nə qədər də biz vurğulasaq, müəllim nüfuzu belə gəldi, müəllim ən ali varlıqdır və s. Biz onu deməklə ancaq sözdə deyəcəyik, əməldə o yoxdur. Bugünkü gündə müəllimə o hörmət yoxdur, o nüfuz yoxdur. Ona görə məndən heç kəs inciməsin. Mən bugünkü gündə gənclərin bu ixtisaslaşmasını, karyera seçimləridir, konsultasiyalardır, gündəlik mən konsultasiyalar verirəm şagirdlərə, gənclərimizə, qəbula gəlirlər. Mən onların heç birini müəllimlik, pedaqoji ixtisaslara yönləndirmirəm. 1. Vakansiya yoxdur. 2. Müəllim nüfuzu yoxdur. İkisi də. Bu məsələlərə görə artıq gənclər də baxır ki, mən gedib
4 il oxuyacam. Vakansiya bir təhər taparam, tapmaram. O da sual altındadır. Məktəbdə gedib mən 400-500 manada işləyəcəm. Kimsə də gəlib mənə dişinin dibindən çıxan deyəcək. Kim istəyər ki? Heç kim istəməz. Bugünkü gündə pedaqoji ixtisasları bitirənlərin əksər hissələrinə biz baxaq, harda işləyirlər? Ya başqa sahələrdə, ya xidmət sektorunda, ya da sırf repetitorluqla məşğuldular. Mən görürəm də sosial şəbəkələrdə, Instagramda, TikTokda görürəm ki, o müəllimlər məsəl üçün bütün günü canlı yayımdadılar, repetitorluqla məşğuldular. Mən bilirəm ki, o müəllimlər dövlət məktəbində işləmirlər. Onlar sırf kurslarla fəaliyyət göstərirlər və yaxud fərdi şəkildə evlərində və yaxud hansı bir səs bağlayaq. Kimdən çıxdı o səs? Səs açılıb ki, ona görə echo verir. Ona görə harda qalmışdım? O şəxslər fərdi şəkildə fəaliyyət göstərirlər. Nəyə görə? Bu problemlərə görə. Bu problemlər var. Bu problemlərin ən özəyində duran məsələ nədir? Əməkdaşlığın çox zəif dərəcədə olmasıdır. Valideynlər bugünkü gündə artıq müəllimi başa düşmək istəmirlər. Müəllimin sözünə qulaq asmırlar. Bu problemlər var, bugün var. Sabah da olacaq. Bu problemləri necə həll etməliyik? Biz bunu danışmalıyıq. Bu problemlərin qarşısı necə kəsilməlidir? Əsas məsələmiz bu olmalıdır. İkinci məsələ nədir? Müəllim öz nüfuzunu da qorumalıdır. Şəxsin nüfuzu ancaq kimlərsə tərəfindən salınmır. Şəxsin nüfuzu bir də görürsünüz, özünün etdiyi hərəkətlərə görə nüfuzu düşür. Belə müəllimlərimiz də var. Mən hər tərəfli danışmağı sevən bir insanam. İstəmirəm ki, kimsə məndən incisin. Amma reallıq budur. Mən daimi şəkildə müəllimlərlə ünsiyyətdəyəm, kontaktdayam. Təlimlər keçirəm. Mən demək olar ki, ayın 30 günün demək olar ki, mən 10 gün, 15 gün müəllimlərlə bizim təlimlərimiz olur. Əlavə olaraq bu kimi akademiyalardır, şirkətlərdir, dəvət edirlər, müəllimlərlə görüşlərimiz olur. Yəni, söhbət orasındadır ki, bu problemlər olduğuna görə artıq müəllim öz nüfuzunu bir də görürsünüz özü itirir. Əsas məsələ budur. Şəxs öz nüfuzunu itirməsin. Bu problemlərdən biri də budur. Gələk nəyə? Etibarlıq məsələsi, etibar məsələsi burada əsas rol oynayanlardandır. Müəllim, çünki mən fikrimi bayaq yarımçıq qoydum, biraz gəldim, fokuslandım o bir tərəfə. Müəllim valideyni günahlandıranda, valideynlə müəllimi itham edəndə, baxın, mən dedim valideynin bayaqki ifadələrini ki, itham dilindən danışmasını. Valideynlə müəllimi itham edəndə artıq istənilən halda əməkdaşlıq mühiti dağılır. Bunun əvəzinə tərəflər biz birlikdə bu problemi necə həll edə bilərik? Şagirdlə bağlıdır. Burada baxın, iki tərəfin ikisi də, lap üçüncü tərəfdə əlavə edək məktəb rəhbərliyini. Üç tərəfin üçü də şagirdin inkişafını istəyirlər. Nə müəllim söz-söhbət istəyir, nə normal valideyn söz-söhbət istəyir, nə də məktəb rəhbərliyi istəyir ki, məktəbində sağlam təhsil mühiti pozulsun. Bu üç tərəfin üçü də bu şeylərin heç birini istəmir. Sadəcə mövcud vəziyyətlər, reallıqlar, gündəlik olan problemlər gətirir bu problemləri daha da böyüdür edir dağ boyda. Amma bunun əvəzinə tərəflər biz bu problemi necə həll edə bilərik? Problemin qoyuluşu nədir? Səbəb nədir? Bu istiqamətdə hansı işi görüb hansı nəticəyə gələ bilərik? İstənilən halda bu nəticəsi nədir? Şagirdin inkişafıdır. Məqsəd çünki hamısı eynidir. Bizim məqsədimiz, hər birimizin ali təhsil sistemində olan məqsədimiz uşağın inkişafıdır, şagirdin inkişafıdır. Bu prosesdə iş orasıdır ki, davamlılıq da vacibdir, əzizlərim. Əməkdaşlıq yalnız valideyn iclasları ilə məhdudlaşmamalıdır. Bugünkü gündə biz baxaq, valideyn iclasları necə keçir? Valideyn iclaslarında problemlər səslənirmi? Valideyn iclaslarında bugünkü gündə artıq o bir nəfər var idi, soruşurlar ki, valideyn iclasına gedirsənmi? Deyir, yox, getmirəm. Deyirlər, niyə? Deyir, çünki əvvəlcədən o qrupda bütün məlumatlar verilir də, mən nəyə gedim ki, boş-boşuna. Bütün hər bir şey verilir orada. Məlumatlar orada verilir, ya kimsə müəllimənin az günüdür, ora nəsə etmək lazımdır, ya hər hansısa sinifdə nəsə bir şey olub, onu təmir etdirmək lazımdır və s. Baxın, valideyn iclasları bu kimi işləri
görmək üçün bir təşkil olunan bir ittifaq halında olan bir komanda deyilik. Valideyn iclasları bugün həftəlik sistemli şəkildə qurulmalıdır. Kiçik mesajlar, qısa məlumatlar, müsbət feedbacklər çox böyük istənilən halda təsir yarada bilir. Amma təəssüf hissi ilə qeyd edirəm ki, bu problemlər var. Bugünkü gündə davamlı şəkildə mən hələ ki gördüyüm, görünən dağa nə bələdçi, mən hələ ki görürəm ki, bu problemlər yenə də davam edəcək. Ən böyük problemlərdən bir də odur ki, bugün burada məsələn müəllimlərimiz iştirak edirlər. Müəllimlərin bir çoxu yəqin ki, ailəlidir, övlad sahibidirlər. Bugün problemin bir əsas belə deyək də tərəfi də var. Gənclərimizi ailə həyatına tez göndəririk, tez atırıq. Mən deməli rayonlarda başıma gələn bir hadisəni danışım. Rayona ezam olunmuşam. Orada yardımlı rayonu idi, səhv etmirəmsə. 3 günlük ezamdaydım. 3 gün ərzində də hardasa 3-mü, 4-mü məktəbdə gündəlik 1-2 məktəbdə orada şagirdlərlə, valideynlərlə görüşümüz olası idi. Həm gənclərin karyera imkanlarla bağlı, gələcək işlərlə bağlı, valideynlərdə həm bu erkən evliliklə bağlı bir çox məsələlərə toxunmuşdu. Dövlət tərəfindən göndərildik, getdik. Orada bir-iki mən valideyn gördüm ki, maraqlıdırlar. Övladlarının inkişafına, ali təhsilə marağın yönləndirilməsinə və qalan valideynlərə baxdım ki, deməli, başa düşmədim, nəsə yazılıb orada. Nəsə olub Aydan xanım? Yox, orada səsi açan şəxs orada yazıblar ki, kimsə özünə hörmət eləmir, üzrü sayılsın Yox, təlimizdə. boş şeylər də onlara fikir verməyin. İnanırsın, MMC rəhbərləri var, bəziləri özləri bilmirlər, neynəsinlər, gəlib belə oyun çıxardılar, bəzən fikir verməyin. Yəni Ona sizdə. boş verin. Bəli. Oy, yerindən duran bu dəqiqə onsuz da MMC açır, boş-boşuna işlərlə məşğuldurlar. Boş verin Təəssüf ki. getsin. Burada ziyalı təbəqələr var, ziyalı insanlar var. O səs heç kimin də vecinə deyil, narahat olmayın. Bəli, çox sağ ol, minnətdaram. Deməli, dostlar, dəyərli həmkarlar, mən nədən danışırdım? Orada mən baxdım ki, nə qədər valideynin vecinə deyil. Belə, bilirsiniz necədir? Çox bir ədəb şəkildə, mən onlara valideyn deməzdim. Qulaq asdılar, qayıdıb deməli bir təlimçi var, psixoloq var, gedib. Kənarda dayanmışam, gördüm valideynin biri belə eləyir. Babadır, daha doğrusu, belə eləyir. Danışsınlar, sən canında bir təhər bizi gətiriblər bura. Olsa da uşağın qoy bu 9-cu sinfi bitirsin. Filan kəsin oğlunu danışmışıq, ona verirəm getsin. Mən qaldım, inanın ki, əlim üzümdə. Və bunu mən bir çox rayonlarda şahidi oldum ki, indi Bakı məktəblərində bu bir növ çox olmasa da, rayon məktəblərində bu ifrat dərəcəyə minmişdi. Düzdür, son illərdə, daha doğrusu son dövrlərdə bu biraz azalıb. Amma ki, hələ də var. Bu, deməli, Cənub bölgəsində var, Mərkəzi Aranın bəzi bölgələrində var, Qarabağ İqtisadi rayonunun bəzi bölgələrində var ki, bu problem qalmaqdadır, erkən evlilik. Bunun istənilən halda, yenə deyirəm, bu mövzu ilə bəlkə də bağlaya bilməyəcəksiniz, mən gətirirəm, bağlayıram bu mövzuya. Baxın, biz dedik, valideyn bugünkü gündə müəllimlə ittiham dilində danışması, normal şəkildə danışmaması, o gənclər vaxtından tez ailə həyatı qururlar. Ailə dəyərləri nədir bilmirlər, valideyn olmağı bilmirlər. Övlad sahibi olandan sonra valideyn kimi özlərini apara bilmirlər. Hələ də o enerjili bir gənc kimi aparırlar və yaxud da daha yüksək yerlərdə mi aparırlar, gəlirlər bugünkü gündə ziyalı təbəqə ilə bu ölkənin təhsil sisteminin əsas iştirakçısı olan müəllimlə ittiham dilində danışırlar. Bu problem özəyində, kökündə bu dayanır.
erkən evlilik. Düzdür, mən bundan danışmağa elə çox haqqım da çatmır. Çünki bu sahənin mütəxəssisi deyirəm, erkən evliliyin fəsadları və s. Amma söhbət odur ki, mən o təcrübəmdən, praktikamdan gördüyümü deyirəm ki, bu belə bir problemləri mən gördüm, şahidi oldum və çox təəssüf hissi ilə qeyd edirəm ki, belə bir problemlər var. Empatiyada bu münasibətlərin, dostlar, əsasını təşkil edir. Müəllim valideynin yerində özünü qoymalıdır. Amma valideyn də müəllimin çətinliklərini anlamalıdır. Hər kəs qarşı tərəfin yükünü dərk edəndə, baxın, mən bugünkü gündə hər hansısa bir müəllimin çətinliyini başa düşürəm, anlayıramsa valideyn olaraq, qarşı tərəfin yükünü dərk edirəmsə, münasibətlər istənilən halda sağlam olacaq. Real bir, məsələn, situasiyanı gəlin təsəvvür edək. Bir şagird deyək ki, dərsə hazırlıqlı gəlmir. İstənilən halda bu necə olacaq? Şagird dərs hazırlıqsız gəlirsə, müəllim bunu nə kimi qiymətləndirir? Məsuliyyətsizlik kimi. İradını bildirəcək. Valideyn düşünəcək ki, müəllim uşağa düzgün yanaşmır. Nəticədə yenə hər iki tərəf bir-birini günahlandıracaq. Problemin kökünə də heç kim baxmayacaq. Burada müəllim də baxmayacaq kökünə. Müəllim deyəcək ki, bu uşaq dərsə gəlmirsə məsuliyyətsizdir və s. və s. və s. Kökünə baxmayacaq, sual verməyəcək ki, bu uşağın bugün mənim fənnimlə dərsə hazırlıqsız gəlməyinin səbəbi nədir? Motivasiya çatışmazlığıdırmı? Ailə mühiti ilə bağlı problemdirmi? Metodik yanaşmada bir problem var. Baxın, müəllim bugünkü gündə bəzi müəllimlər var ki, öz qulağımın şahidi olmuşum, deyir, mən dərsimi keçirəm. Öyrənsin, öyrənmir, öyrənməsin. Olmur belə, əzizlər, olmur. Hər şagirdin bir götürmə qabiliyyəti var. Metodik yanaşmaları bəzən dəyişmək lazımdır. Müəllim bunu etməlidir, şagird etmir bunu. Dərsi keçən müəllimdir. Və bu ISO profili nədir? Öz ailəsinin tərbiyəsini göstərir, yoxsa neyinir burada? Mən də elə gördüm, indi çıxaracağam. Mən bir şey çox üzr istəyirəm, Əmrah bəy, bəli. Deyəsən elə özü çıxdı, yoxsa çıxmayıb, yox. 2 nəfər ISO adı var. Bir özünü apara bilən hansıdırsa səslənsin ki, digər xanımı çıxartmayım. Çox üzr istəyirəm, Əmrah bəy, sizin təlimlərinizə maneçilik törətdilər. Yox, maneçilik törətmir. Sadəcə bəzən o tərbiyəsizliyini göstərir. Bu da normaldır. Bir də göstərmən canlı yayında olur, bəzən olur. Çox üzr istəyirəm, sözünüzü kəsirəm. Azərbaycanda rəqabəti biraz yanlış anlayırlar. Mənim təlimlərimə istəyirlər ki, öz ailələrində girib nəsə belə hoqqa verəndə, güya təlimçi yarıda keçəcək və s. və ilaxır. Amma daha düşünmürlər ki, mənim çağırdığım təlimçilər həm fərqindəlik yaşayan insanlardır, həm də ki, belə deyim, savadlı kadrlardır deyə belə bir şey bizə mümkün olmayacaq. Yox, bizə bunlar təsirləməz belə. Təbii ki, evlərində eşitdikləri səsləri çıxardırlar, təəssüf ki. Tərbiyəsi olmayanlarından biz durub o deyir, cahilinlə nə qədər deyir, münaqişə edərsən, o düzarsan. Bəli. Hə, davam edək dostlar. Hə. Nədən danışırdım? Fikrim də yayında. Hə. Burada istənilən halda valideyn öz növbəsində uşağın yanında müəllimi tənqid etməməlidir. İstənilən halda fərq yoxdur. Bir də görürsüz ki, valideyn müəllimin az qala başına çıxır. Bir problemlə dolayı. Bir də görürsüz ki, müəllim özü bir valideyn olduğuna görə başqa bir həmkarından sadəcə orada valideyn rolundadır. Müəllimlə davaya çıxır. Bunların da şahidi olmuşam. Baxın, həm sən müəllimsən, həm valideynsən. Sən hər iki tərəfin məsuliyyətini dərk edən şəxssən və hər iki tərəfin çətinliklərini də bilirsən. Valideyn olaraq ailədə uşaq böyütməyin çətinliyini bilirsən. Məktəbdə müəllim olaraq da şagird yetişdirməyin, çətin tərbiyə olunan uşağa tərbiyə verməyin, təhsil verməyin, dərsi keçməyin, başqa metodikalardan istifadə edilməyin də məsuliyyətini dərk edirsən axı. Sən artıq iki tərəfin məsuliyyətini sən tarazlaşdırıb apara bilməyəcəksənsə, bəli, bu problemlər ortaya çıxacaq. Müəllimin də nüfuzu zədələnəcək, şagirdin də münasibətə birbaşa təsir edəcək. İstənilən halda. Kimdir bu? Nə yazılıb? Onu mən qeyd edirəm ki, burada varsa gəliyənə problem yoxdur. Eşidirsiniz məni? Bəli, bəli. Mən istənilən halda, mən bütün təlimlərimdə burada
iş kompüterindən rekord olunur, çəkiliş olunur. Aha, Burada kamerada bəli. çəkir avtomatik. Çünki bizə lazım olur. Mən hesabat kimi rublik hesabatıma yığıram. Siz o Bəli. akademiyaları bizə göndərərsiniz. Biz hüquqi tədbirini görərik. Problem yoxdur. Mən vəkilə göndərərəm. Lazımi şəkildə hüquq mühafizə orqanlarına müraciət edərlər. Çox sağ olun, minnətdarım. Narahat Sağ olun. olmayın. Onların elə MMC-lərini vaxtında bağlamaq lazımdır ki, bu cəmiyyətə maariflənməkdən başqa ziyan vurmasınlar. Hə, istənilən halda dəyərli həmkarlar, şəxsin fikri, şagirdin fikri dinlənilməlidir. Hissləri nəzərə alınmalıdır. Bugünkü gündə bəli, ola bilər. Biz deyirik ki, şagirdlər çox şey istəyir, uşaqlar çox şey istəyir. Amma ən azından dinləyək. Dinləyək görək nə istəyirlər. Bir də var çətin tərbiyə olunan uşaqlar. Mən bunu hər dəfə efirlərdə də, podkastlarda da, təlimlərdə də səsləndirirəm. Məktəb, həmişə deyirəm, tərbiyə yeri deyil. Məktəb təhsil, təlim yeridir. Məktəbdə təhsil verilir, tərbiyə verilmir. Bir valideyn övladına düzgün şəkildə tərbiyə verə bilmirsə, onun heç bir ixtiyarı yoxdur ki, gəlsin hər hansısa bir müəllimdən düzgün şəkildə tərbiyə tələb etsin. Və burada əsas problem bilirsiniz nədir? Bəzi valideynlərin özlərindən düzgün tərbiyəyə ehtiyacı var. Tərbiyələri yoxdur. Bu artıq, bu amil istənilən halda təhsil mühitinə ziyan vurur. Gəlir əlində telefon canlı yayımda başlayır ki, mənim uşağım səhv eləməyib, sən səhv eləmirsən, belə etmirsən, belə etmirsən, belə etmirsən. Müəllim burada nə etməlidir? Sussun. Sussun. Nə qədər sussun, susmağı bacarmalıdır. İstənilən halda mən bayaq bir ifadə işlətdim, yenə işlədirəm. Cahillə nə qədər sən münaqişə eləyərsən, mübahisə eləyərsən, onu uduzarsan. Bu mümkün deyil ki, sən gəlib orada qalib olasan. Ona görə də susmaq en gözəl yoldur. Çünki bugünkü gün olsa müəllim danışsa o münaqişə vaxtı olan da müəllim olacaq. Təəssüf ki, belədir. Müəllimin yanında bugünkü gündə yenə də reallıqları danışmaq lazımdır. Müəllimin yanında duran çox az adam var. Ona görə də nə qədər danışsaq da bu reallıqları da nəzərə almalıyıq. Təhsil şəxsiyyət formalaşdırmaqdır biz dedik. Təhsil bu deməli cahillə mübarizə aparmaq bəli ən böyük cahillikdir. Bəli, düzdür. Biz yalnız istənilən halda qiymətə fokuslandıqsa, onda biz prosesin istənilən halda mahiyyətini də itiririk. Əgər biz sırf istiqamətimizi əməkdaşlığa fokuslandırsaq, o zaman nəticə həm də inkişaf paralel gedəcək. İstənilən halda. Biz fokuslandığımız şagirdin 5 alması olmalıdır, 5 almalıdır deyiriksə, biz nə nəticədən danışa biləcəyik, nə inkişafdan danışa biləcəyik. Yəqin ki, aydın oldu. Bu problemlər, baxın, dəfələrlə təlim zamanı təkrar elədim, hər abzasımdan, hər çıxışımdan sonra istənilən halda müəllimdə, valideyndə, burada təhsil prosesinin hər bir iştirakçısı ölkədə 1 milyondan çox şagird təhsil alır. Və biz nəzərə alsaq ki, 2 milyon üstü valideyn var. 2 milyon üstü valideyn var. Və bu təhsil prosesində 150 mindən çox müəllim də iştirak edir. Görün, ölkə əhalisi 10 milyonun üzərindədirsə, əhalinin 50%-dən üstü ümum təhsil prosesində iştirak edən şəxslərdir. Müəllim, valideyn və şagird. Mən burada psixoloqları, tərbiyəçilər və s. və digər işçiləri, texniki heyət, hələ ki mən onları heç sadalamıram. Yəni istənilən halda ölkə əhalisinin 50%-nin üzərində ümum təhsil prosesində iştirak edir və eyni məqsədə yenə xidmət edir. Müəllim istiqamət verəcək, valideyn dəstəyi olacaq, şagird də bu istiqamətdə inkişaf edəcək. Görün necə gözəl səslənir. Amma bugünkü gündə müəllim istiqamət verəndə valideyn dəstəyi olmur, şagird istiqamətdə artıq ləng inkişaf edir. Amma bu proseslərin üçü də davamlı şəkildə gələndə aldığımız gözəl nəticə nə olacaq? Şagird düzgün şəkildə inkişaf edir. Bu üç tərəf komanda kimi çıxış etməsə, biz sadəcə dərs keçmiş olmayacağıq, biz sadəcə vaxtımız
hədər gedəcək. Boş-boşuna. Amma komanda kimi çıxış etsə, tək dərs keçməklə yanaşı bir şəxsin, bir uşağın, bir şagirdin həm də gələcəyini quracaq. Ona görə də dəyərli müəllimlər, əməkdaşlıq olmayan yerdə nəticə təsadüfi olur. Əməkdaşlıq olan yerdə isə uğur qazanmaq qaçılmaz olur. Mənim fikirlərim bu qədərdir. Həm burada biz üç tərəfdən də danışdıq, müəllimlə də danışdıq, valideyndən də danışdıq, şagirddən də danışdıq, problemdən danışdıq, inkişafdan danışdıq, səbəbdən danışdıq, nəticəyə necə doğru addımlamaq olar, istədiyimiz nəticəyə, ondan da danışdıq. Mən hər təlimimdə istəyirəm hər tərəfli digər mövzulara, bir də görürsünüz kontekstdən çıxıram, danışıram, təzədən bununla bağlayıram ki, hər tərəfli biz baxaq görək ki, vəziyyət necədir, bu vəziyyəti biz necə apara bilərik, biz uçuruma getməyək, göyə qalxaq, yuxarıya inkişaf edək. Əsas məsələ budur. Azərbaycan təhsil sistemi bəli, bugünkü gündə inkişaf edir, amma ləng inkişaf edirik. Əsas söhbət budur. Biz dayanmadan inkişaf etməliyik. Bizim ümumi təhsil məktəblərindəki səviyyəmiz artıq bir çox ölkələri ötməlidir. Cırtdan ölkələr saydığımız ölkələr bizdə təhsildən irəlidə olmalı deyirlər. Mən bir nümunə çəkdim. Türkiyə təhsil sistemindən biz bir metodu götürdük. Türkiyə o metodu 3 dəfə dəyişdi. Biz o metodu hələ yekunlaşdıra bilməmişik. Biz hələ kurikulum nədir bilmirik. Müəllimlərimizə bunu dərk etdirə bilmirik. Nəyə görə? Çünki kurikulumdan dərs sistemi biz Sovet ideologiyasından çıxa bilmirik. Biz kurikulumdan dərs keçməyi, kurikulum nədir, mahiyyəti nədir, bunu istiqamət necə verməliyik, bunu bilmirik. Əvvəllər var idi müəllimlərin təkmilləşdirmə institutu, indi bu deməli stajı çox olan müəllimlər bunu xatırlayarlar. Sonradan bu ləğv olundu. Bu mütləq şəkildə yenidən bərpa olunmalıdır. Gənc müəllimlər gəlirlər. Gənc müəllimlər artıq yeni ideyalarla, yeni metodologiyalardan, yeni nəfəslə gəlirlər. Onlar həvəslə çalışmaq istəyirlər, amma gəlib məktəbdə vəziyyəti tərs məsəf, alabaşına, külbaşına görəndə artıq qalırlar onlar da o əvvəlki dərs prosesindən necə keçirilirsə o müəllimlər kimi də keçməyə. Amma onların məqsədləri ayrıdır, onların inkişaf yöntəmləri ayrıdır, istəyirlər onlar yeni metodlarla dərs keçsinlər. Bunun üçün biz şərait yaratmalıyıq mı? Yaratmalıyıq. Tək cəmiyyət yox, dövlət də burada şərait yaratmalıdır. Təhsil işçilərinin təkmilləşdirmə institutu yenidən fəaliyyətə başlamalıdır. Biz ictimai qurumlar olaraq rəhbərlik elədiyim təşkilat nə lazımdırsa biz edirik. Müəllimlərimiz üçün təlimdirsə təlim, tədbirdirsə təlim, problemlərdirsə problemləri işıqlandırırıq. Onların həlli istiqamətində iş görürük. Amma söhbət tək bundan da getmir. Bu istiqamətdə daha çox iş görməyə ehtiyac var. Və daha çox iş görməkdə tək mənim, onun, bu birisinin işi deyil, hər birimizin işidir. Hər birimiz, mən həmişə deyirəm, ictimai məsuliyyət məsələsi var. İctimai məsuliyyəti hər bir şəxs dərk etməlidir və bu prosesdə iştirak edənlər daha çox dərk edib, ictimai məsuliyyətini dərk edib və addım atmalıdırlar, iş görməlidirlər. Mənim fikirlərim bu qədər, dəyərli yoldaşlar, dəyərli həmkarlar. Hər birinizə təşəkkür edirəm. Məni dinlədiniz. Əgər hər hansısa bir fikriniz varsa, buyurun mikrofon aça bilərsiniz. Yəqin ki, Aydan xanım burada icazə vardı. Mikrofon aça bilərsiniz. Fikirlərinizi söyləyə Bəli, bilərsiniz. kimlər istəsə fikirlərini bildirə bilər. Həm bizim Bəli, təşkilatın burada səhifəsi var. İcazənizlə mən onu da paylaşıram. buyurun. Təhsil işçilərinin Həmrəylik Bəli, bəli. Alyansı, TİHA Edu az Instagram səhifəsi fəaliyyət göstərir. Mənim səhifəmdə lazım olsa mən Aydan xanıma göndərərəm. Qrup yəqin ki var. Emrah Həsəni Qruplarımız var, yazsa çıxacaq. göndərərik. Hə, Instagram səhifəm var, onu da göndərərsiniz. Müəllimlər izləsinlər. Təhsillə bağlı mütəmadi şəkildə mən orada fikirlərimi, videolar vasitəsilə, efirlərdən çəkilişlərdir və s. bölüşürəm. Problemlər də onların həlli istiqamətində dövlətə təkliflərimizi veririk və bu istiqamətdə işlər görürük. Çalışırıq sizlər üçün işləyək, sizlər üçün çalışaq. Nə xoş ki Azərbaycan təhsilindəyik, nə xoş ki mən bu yaxın bir saat ərzində sizlərlə birgə həm söhbət oldum, fikirlərimi bölüşdüm. Kiməsə nəsə öyrətmək fikrimiz yoxdur. Sadəcə öz təcrübəmizdən fikirlərimizi bölüşürük. Əsas odur ki, yenə deyirəm, hər birimiz əməkdaşlıq çərçivəsində bir-birimizə dəstək olaq. Baxın, istər bu təhsil sahəsi olsun, istər ictimai sfera olsun, fərqli sahələr olsun.
Bir-birinə kimsə badalaq vurursa, bir-birinin inkişafını ləngidirsə, bu yaxşı bir şey deyil. Bu cəmiyyətə, dövlətə ziyan vurmaq deməkdir. Cəmiyyətin inkişafını istəyiriksə, dövlətin inkişafını istəyiriksə, bir-birimizə yalnız dəstək olmalıyıq. Yalnız əlimizdən tutmalıyıq bir-birimizin. Müəllimi aşağılamaqdır, valideyni kənarda qoymaqdır, şagirdə təzyiq göstərməkdir. Bunların heç biri bizə müsbət bir nəticə verməyəcək, dəyərli dostlar, dəyərli həmkarlar. Odur ki, yeni iş həftəsi gəlir qarşıdan, ikinci gün gəlir. Hər birinizə yeni iş həftəsində uğurlar arzu edirəm. Artıq o deyir pasımız çıxsın aprel ayında, bir qeyri-iş günləri yoxdur həftə sonuna başqa. Tam bir ay işləyəcəyik. Mən də bu günə mütləq şəkildə salmalıydım, çünki sabahdan mən ezama gedirəm. Hər birinizə bir daha uğurlar arzu edirəm yeni iş həftəsində sizə. Ümid edirəm ki, təlim sizin üçün maraqlı oldu, maarifləndirici oldu. Növbəti görüşlərdə də görüşmək ümidi ilə. Çox sağ olun. Çox sağ olun Əmrah bəy, minnətdaram sizə, var Gedərsiniz, olasınız. gedərsiniz, Hər kəsin sağ olun. gecəsi xeyrə. Minnətdaram, sağ olun. Sağ olun. Sağ olun.